İnsanlar işləyirdilər və s. Təbii ki, indiki zamanda heç kəs işləmir, işləmək də istəmir. Əsas oğlanla qız bir-birlərini görsünlər. Yəni toy təbii ki 1000 nəfər və s. İndi toylar biraz belə məcrasından çıxıb əsl məcrasından. Uşaqlar xoşbəxt olsunlar. Salam aleyküm şeyx. Və aleyküm salam və rəhmətullah və bərəkətuh. Şeyx, bugünkü sual cavabı ailə məsələləri haqqında vermək istəyirik. Bəli, həm çoxlu suallar gəlir o barədə, həm də cəmiyyətdə bu şeylərin cavabına ehtiyac yarandığı görünür. Əvvəla başlamaq istəyir ki, evlənməkdə yaş həddi. Hansı yaş həddidir? Həm oğlan üçün, həm qız üçün. Bilirsiniz, evlənməkdə əsas, yəni qız və oğlan həddi buluğa çatdı, evlənmək artıq icazəlidir. Lakin o qayıdır bilirsiniz zamana, məkana. İnsanlar fərqlənir onda. Zamanla fərqli ola bilər, məkanla fərqli ola bilər. O baxır vəziyyətə, onunla götürülür. Müəyyən hədd demək çətindir. Yəni demək ki, 18 yaşında, 25 yaşında, 30 yaşında onu demək çətindir. Qabaq məsələn tez ərə gedirdilər qızlar, oğlanlar da tez evlənirdilər və heç bir problemi olmurdu. İnsanlar işləyirdilər və s. Təbii ki, indiki zamanda heç kəs işləmir, işləmək də istəmir. İşləyən azdır. Və görürsən ki, hətta müəyyən bir yaşda evlənirlər, lakin maddi cəhətdən sıxıntılar olur ailədə. Görürsən, səbəb olursa söhbətə, ayrılmağa səbəb olur. Ona görə bu məsələlər bilirsiniz, təyin eləmək zamanlandır, məkanla, bir də vəziyyətlə. Bəli. Aydın. Həmçinin evliliyin şərtləri nələrdir? Evliliyin şərtləri odur ki, insan həddə bula çatsın və fiziki cəhətdən gücü olsun, sağlamlığı olsun və həmçinin də ailəni dolandırmağa gücü olsun. Əgər bunlar varsa, əlhamdülillah. Bəli. Aydın. İstər kişi, istərsə də qadın, həyat yoldaşını seçərkən nələrə fikir verməlidir? Bilirsiniz, əsas dinə düzdür, dinə. Amma bir dənə dini tutub necə gəldi evlənmək də düzgün deyil. Baxmalısa heç olsa ürəyivə yatan olsun. Ürəyivə yatan olsun. Tələsmək lazım deyil. Tələsmək lazım deyil, bəli. Valideynlərin yeni qurulmuş ailəyə müdaxiləsi hansı həddə olmalıdır? Evlilikdən öncə və yaxud evlilikdən sonraki halda belə? Bilirsiniz, valideynlər ümumiyyətlə ailə məsələsinə toxunmağa, qarışmağa düzgün deyil. Çünki çox vaxt qarışanda çox vaxt boşanma baş verir. Yəni boşanmaların müəyyən bir hissəsinə baxanda səbəb ailələrin bir-bir o ailənin işinə qarışmaqlarıdır. Odur səbəb. Ən böyük səbəblərdən biri. Ona görə əksinə problem olanda nəsihət eləyə bilərlər. Amma qaldı ki, işlərinə qarışsınlar, saat düzgün deyil, düzgün deyil. Evlilikdən öncəki, yəni məqsəd toydan qabaq, toydan öncəki adət-ənənələr, bunların münasibət necədir İslamda? Bilirsiniz, əsas adətlərdə nədir? Şəriətə zidd olmasın. Əgər şəriətə zidd deyilsə, yəni yaşadığın yerdə adət necədir, elə də elə. Məsələn, amma əsas nədir? Əsas oğlanla qız bir-birlərini görsünlər. Əsas da qız tərəf razı olmalıdır, atası, vəlisi, halallıq olmalıdır. Bəli. Bəziləri elə başa düşür ki, məsələn, gənc ailə, evlənmək istəyən ailə, şəriətlə yaşamaq seçən bir şəxs evlənəndə toy eləmək istəmir. Yəni, belə deyək də, cəmaatın dediyi kimi toy eləmək istəmir. Onu adət-ənənə düşməyə kimi qələmə verirlər. Əslində toy İslam adətində varmı? Bilirsiniz, toy, bilirsiniz, var. Toy nə deməkdir? İnsan Ali Quranda, yəni şənlik eləmək. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyuruyor ki, heç olmasa bir dənə qoyun kəs. Daha 50 dənə yox. Bir dənə qoyun kəsməyə də kifayət eləyir. Yəni toy, təbii ki, 1000 nəfər və s. İndi toylar biraz belə məcrasından çıxıb əsl məcrasından. Yəni orada insanlar özlərini göstərirlər. Bu toya mən yaxşı elədim. Nə bilim, bu belə elədi. Pul yığmaq məqsədidir. Mən hər toylara pul atmışam. İndi gəlib hamısı mənə elə bir borcdur. Toylar borca çevrilib. Biraz insanlarda baxış dəyişilib. Sadəcə bu nə qədər sadə olsa, o da yaxşıdır. Çünki əslində kim ki onu yaşayıb görür ki, xeyli axda pul çıxır. Həm qızdan, qız tərəfdən, həm oğlan tərəfdən. Yəni kimin imkanı zəifdir, biraz sıxılır. Kimin imkanı var, həddi aşır. Sadə olsa yaxşıdır. Sadə. Sadələşməlidir. Həm də insanlar münasibətləri pozulmaz. Həm alçaq kiməsə baxmaz, kiməsə belə yuxarıdan baxmaz. Həmçinin
ailə qurmaq rahatlaşar. Ailə qurmaq rahatlaşar. Çünki bu saat nə baş verir? Böyük fəsadları var. Yəni çox bahalı toylar da keçir, çox bahalı. Düz deyən 2000 pulu var özü bilər. Ancaq nə bilim, əsas bilirsiniz, düzgün seçimdir, düzgün uşaqlar xoşbəxt olsunlar. Əsas odur. Valideyn onu çalışmalıdır. Amma çox vaxt valideynlər onu fikirləşmir. Fikirləşir, məsələn, toyunda 2000 adam çağırsın. Çox pul yoxsun və ya desinlər mən belə. Və ya qışda məsələn, masanın üstündə gilas və s. Bu dəhşət toylədir. Bunlar hamısı cəmaata özünü göstərməkdir başsama. Riyakarlıqdan başqa bir şey deyil bunlar hamısı. Ümumiyyətlə, sadə olmaq lazımdır. Sadələşməlidir həmisi. Əlhamdülillah, bu sadə yaşlarda bunu biz müşahidə edirik. Dövlət səviyyəsində artıq bu məsələlər artıq tətbiq olunur, əla. Hansı ki, biz o vaxtdan deyirdik, lakin eyb etməz, əlhamdülillah. Amma indi toy məsələləri də düzəliş verilsə daha yaxşı olar. Bəli. Kəbin məsələsi, kəbinin şərtləri necədir İslamda? Kəbində əsas kəbin vacibdir də. Kəbinsiz halallıq olmur. Bəziləri deyir ki, valideyn icazə versə halaldır, yox. Kəbin xüsusi məclisdir. Xüsusi məclisdir. Orada birinci adam məhdud adam olur, ikinci əsas adamlar olur. Orada danışıb gedir. Hər tərəf deyir ki, mən verdim, o birisi tərəf deyir ki, mən qəbul etdim. Və ya bunu sözlə deyirlər, və ya imzala deyirlər, və ya razılıqla bildirirlər. Həmçinin şahidlər olur. Həmçinin orada mehir təyin olunur. Yəni, xüsusi məclisdir bu. Bu olmalıdır. Kəbin vacibdir. Kəbinsiz halallıq alma olmur. Bəli. Şeyx, mehir dediniz. Mehir nədir? Mehir yəni mehir miqdardır. Yəni, o qıza verilir. O qızın payıdır. O qızın payıdır və boşanma baş verəndə də əgər olsa gələcəkdə qadın ancaq o mehri götürə bilər. Mehrini götürə bilər, çünki mehir onundur. Amma indi bunu səbəb götürüb mehri çoxaltmaq da düzgün deyil. Bəzi ölkələrdə şahid oluluq ki, məsələn, mehrin baha olmağı görürsən, ailə həyatları qurulmağına da əziyyət, çətinliyi baş verir və görürsən, həm qız, həm oğlan artıq ömründən neçə il yaşayıb, 30-40 il, həlim evlənməyiblər. Səbəb, ən böyük səbəblərdən biri mehirdir. Mehrin baha olmağı. Mehir qızın payıdır, onu qız təyin edir, bəli. Həmçinin belə evli yaxınlığı sualların üçün çox keçir. Qadın və kişi bərabərliyi, ailə daxili. Orada da belə bir maraqlı məqam çıxır ki, əgər bərabərlik varsa, çoxsu bunu məsələn, ibadət edən qadınlar bu iddianı irəli sürürlər ki, bərabər olmalıyıq. Niyə onda biz özləri mehri tələb eləyərkən qarşı tərəfə mehri verilmirdi, yəni ancaq kişi verilir mehri. Amma iddia olunanda isə bir tərəfli istəyirlər. Yox, bilirsiniz, qadınla kişi müəyyən həddə bərabərlik ola bilər. Müəyyən həddə, məsələn, ibadətdə, savab qazanmaqda və s. Allah fərqləndirməyib onda. Amma müəyyən həddə sərhəd var. Lakin sərhədi keçəndə kişinin yeri böyükdür, yeri qabaqdadır. Olmaz. Bu bərabərçilik və s. siz bilirsiniz, bolşeviklərlə və s. gəldi. Onlar gətirdilər onu. Ona görə hər şey aləm korunda, hər bir-birinə. Yəni, kişilərin hörməti qalmadı. Qadınlar kişilərdən üstün oldular, müəyyən qədər. Həddindən artıq çox ifrata vardılar təbii ki, bu bərabərlikdə. Kişi üstündür qadından. Kişi üstündür, bir pillək üstündür. Amma bu o demək deyil, bu qadının alçatmaq üçündür və s. yox. Çünki qadın zəifdir kişiyə baxanda bəzi məsələlərdə. Ona görə bu təbiidir. Ona görə məsələn görürsən ki, qadın gedir nəsə qab yuyur və s. O təbii, onun təbiyyətindən gəlir o. Təbiyyətinə Allah elə yaradıb. Kişini isə belə yaradıb. Sadəcə təbiyyəti, o nizamnaməni pozurlar. Pozulanda da aləm qarışır bir-birinə. Bəli. Aydın. Kəbindən söz düşmüşkən vəli kəbində şərtdir. Bəli, əsasən qız tərəfindən vəli şərtdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bildirib ki, vəli olmayan kəbin batildir. Hətta 3 dəfə təkrarlayıb. Aydın. Vəli və şahidlər, 2 şahid. Aydın. Vəli qız tərəfindən əsas olmalıdır. Ata tərəfdən kimsə. Ata tərəfdən ki, ata, əmi, əmoğlu, baba, bu kimi, bəli.
Qardaş. Bəli. Evlənəcək gənclərin bir-birini görməsi məsələsi necə nizamlanır? Bilirsiniz, təbii ki, o bir-birləri görməlidirlər. Nizamlanma belədir ki, hətta bir dəfə bu yaxınlarda bir qardaş dedi ki, mən istəyirəm gedim qız tərəfə, oturum, qız gəlsin, açsın başı mənə baxın. Deyirəm, hələ yoxdur, hələ yox. Məsələn, ged onlara, otur, nəsə məsələn, gətirsin, çay qoysun və s. O məqamda bax ki, hələ deyil axı. Tutaq ki, birdən sən baxdın, xoşun gəlmədi. Sonra biri də gəldi, mən də baxım. Sonra belə, gör nəyə gətirib çıxardır bu? Nəyə gətirir? Birinci bu məsələdə ciddi olmaq lazımdır. İkinci də baxmaq müəyyən həddə. Müəyyən həddə, bəli. Amma lazımdır bir-birlərini görməyə. Aydın. Bəli. Misal seçmişsən, herhalde bu təsadüfi misal deyil də. Yəni birinci oğlan qızı görməlidir, yoxsa çünki bəzən qadınlar tələb edirlər ki, birinci mən görüm, bəyənsəm sonra özümü göstərərəm oğlana. Ya bilirsiniz, ikisi də bir-birlərini görsünlər, ikisi də. İkisi də bir-birlərini görsünlər, bəli. Aydın. Həmçinin belə bir söz var, uşaq tərbiyəsinə uşaq olmamışdan başlamaq lazımdır. Bu sözün, bu ifadənin şərhi necədir? Bilirsiniz, ola bilər. Yəni, çünki artıq elə ki, ana bətnində artıq uşaq düşür, yəni alınır uşaq ana bətnində, artıq ana özünə fikir verməlidir. Ana özünə fikir verməlidir. Çünki özünün danışığı, özünü aparmağı, o uşağı da bətnində təsirləyir. Ona görə. Müəyyən qədər düzdür bu fikir, müəyyən qədər, bəli. Uşaqdan söz düşmüşkən, ailələrdə kiçik də olsa bəzən mübahisələrin səbəbi olur ki, uşağa ad qoymaq məsələsi. Bu kimin haqqıdır ailədə? Əslində, ailənin böyüyündə, atada. Ata qərar versin, bəli. Ailənin böyüyü kişidir, ata, bəli. Kirvə anlayışı necə var mı İslamda? Yoxdur, kirvə anlayışı yoxdur elə şey. Kirvə anlayışı özdə elə fikirləşirlər ki, kirvə oldu qutardı, yəni artıq ev əhli sayılır və s. Hələ düzgün deyil. Nəsəb artıq adamı sayılır, nəsəbindən, onun nəslindən. Qıraq adam, necə sənin nəsəbi kirvənlə? Sadəcə adət bəzi rayonlarda olub, o da ermənilərlə deyəsən bağlıdır, Allah bilir, bəli. Qadın kişiyə, mən sənin ailənlə yaşamaq istəmirəm, şərti qoya bilərmi? Şərt yox, istəyə bilər. İstəyə bilər ki, mən istəyirəm ayrı yaşayım, istəyə bilər. Amma şərt yox. Bəs, yaxşı, əgər kişi qadına ayrı yaşayacaqları haqqında vəd versə, sonradan hər hansısa bir səbəblə, ya maddi cəhətdən, ya ümumiyyətlə də kişi öz ailəsindən, valideynlərindən ayrılmaq istəmir. Belə bir səbəb olur, tək övlad ola bilər və s. Bu səbəblə həmin o vədi yerinə yetirməsə, qadın buna görə boşanma tələb edə bilər. Lazım deyil buna görə boşanma. Ailəni qorumaq lazımdır. Yəni, nədir? Kişi deyir ki, düzdür, söz vermək lazım deyil. Söz vermək. İkinci də eləyib, söz verib, amma eləyə bilməyib. Bu ailənin arasında olan məsələdir qadınla kişinin. Qadın keçməlidir. Qadın keçməlidir onu, bəli. Qadın ərindən icazə almadan qonaq gedə bilərmi? Və yaxud da qonaq çağıra bilərmi? Ümumiyyətlə, ərindən icazə alsın sonra. Öz başına olmasın. Ərindən icazə almalıdır. Həm münasibətləri qoruyur, qorunmağı səbəb olur. Həm kişi görəndə ki, qadın belə hörmət edir ona, kişi də ona hörməti saxlayır. Soyumur ondan. Və ümumən icazə almalıdır, bildirsin. Bəli. Hətta əri icazə versə belə, qadın evdən tək çıxa bilər sonra? Səfərə gedə bilməz, tək. Amma çölə, məsələn, əri icazə versə, məsələn, nəsə düşməyi, şəhərin içində nəsə almaq ev etməz. Amma səfərə yox. Səfər, qadın tək səfərə çıxmaq onun məsafəsi yoxdur. Nəh gəlib, səfərdirsə nəh gəlib. Çünki sual verir ki, yəni qadının tək çıxa biləcəyi səfər məsafəsi nə qədərdir? Səfər indi təxminən sayılır, səfər namazı qılmaq üçün 70-80 kilometr. Təxminən. Bunlar təxmini damısı. Bəli. Həmçinin belə sual var ki, qadının ərinə itaəti nə deməkdir? Yəni, bunun sərhədləri hansılardır? Yəni, Allah və Rasulundan başqalarına itaət məhduddur. Şəriət çərçivəsində, asilikdə yox. Bir dənə mütləq itaət Allah və Rasuluna aiddir. Amma Allah Rasulundan başqalarına itaət məhduddur, mütləq yox. Yəni, şəriətə zidd olmayan məsələlərdə tabi olmalısan, bəli.
Belə məsələlər də olur ki, bunun suallarında var. Məsələn, kişi qadına bir şey qadağan edir ev daxilində. Bəli, bəli. Hər hansı bir məişət işini qadağan edir. Qadın isə özü müstəqil olaraq hər hansı bir tələbədən soruşur, ona aid rəy alır. Sonra deyir ki, yox, İslamda bu şey var, sən mənə qadağan edirsən. Amma iki rəy də var da, kişinin dediyi də düzgündür. Bu halda yenə də qadın tabe olmalıdır ərinə. Əgər o rəy mötəbərdirsə, bəli. Əgər mötəbərdirsə, bəli. Yəni səhiddirsə, hələ rəy varsa, tabe olmağı daha məsləhətdir. Ümumiyyətlə çalışma lazım, qadın ərinə mübahisə eləməsin çox. Bu səbəb olur uzaqlaşmağa bir-birlərindən. Başqa fəsadlar verir. Bəli, bəli. Biz qadınlar sual verir ki, məsələn, hər hansısa bir səhv xəta olanda danışdıqca kişi daha da ya uzaqlaşır qadından, ya kişi danışdıqca daha da korlanır. Bunun həlli yolu necədir? Həlli budur ki, səbr eləmək bir-birinə, hörmət eləmək, bir-birlərinin xəsiyyətini bilmək, nə xoşu gəlmir, çalışsın, eləməsin. Əksinə xoşu gələn şeylər eləsinlər. İnşallah yavaş mehribançılıq olar. Bəli, bəli. Aydındır. Belə bir sual da var burada, düz az baş verir. Bəzi qadınlar ərlərinə deyirlər ki, mən sənə mütləq itaət etməyə məcburiyyətində deyirəm. Sənin hüquqların olduğu kimi ailə daxilində mənim də hüquqlarım var. Yox, əlbəttə, qadın o demək deyir ki, quldur. Yox, qadın həm həyat yoldaşıdır, həm uşaqlarının anasıdır. Hər tərəf bir-birlərinə hörmət eləməlidirlər. Yəni, qul kimi baxmaq lazım deyil, səhvdir o, bu anlayış. Qadın qul deyil ki. Bəli. Həmçinin kişi həyat yoldaşına bildirib, öncədən bildirib, ikinci dəfə ailə qursa və bu halda birinci sonradan fikrini dəyişib, xoşuna gəlməsə boşanma tələb edə bilər. Vallahi bu məsələ bilirsiniz, əsl budur ki, ailəni qorumaq. Qaldı ki, ikinci dəfə evlənmək və s. Bu, siz ağır işdir, yəni asan iş deyil, yəni. Müəyyən nəsə səbəb olsa ciddi, ona eləmək lazımdır. Onda eləmək lazımdır, daha doğrusu. Bunu asanlaşdırmaq belə düzgün deyil. Müəyyən səbəblər olsa ciddi nəsə, hə. Amma əks halda, yəni çalışmaq lazımdır, birinci söz verməmək, şərt qoymamaq heç nə. Həyatdır, bilmir, kim bilmir, bilmirsən necə olacaq. Qadının boşanma tələb etməyi ilə xulu verməyi arasında fərq var. Bu qadın boşanmaq qadınların əlində deyil, kişilərin əlindədir. Çünki qadın kişiyə baxanda fərqlidir, biraz zəifdir. Çünki birdən görürsən ki, nə olur deyir, mənə boşa. Mənə boşa. Ona görə şəriət ağıllıdır bizdən. Bunu həvalə edib kişilərə. Qadın sadəcə istəyə bilər boşanmaq. İstəyə bilər. Amma xulu hələ odur. Xulu ona deyirlər ki, boşanmaq qadın tərəfdən kişinin razılığından baş verir. Xulu ona deyirlər, bəli. Orada kişinin üzərinə düşən nələr? Onda kişi mehri qadın götürmür. Mehir nə qədər kişi vermişdi, saxlayır, onun müqabilində ayrı düşürlər, bəli. Birdən əgər boşanma baş versə, uşaqlar xulu və xulusuz fərqi varmı? Uşaqlar atada qalır yoxsa anada? Əslində uşaqlar atanındır, şəri cəhətdən. Əl-vələdul ifraş. Yəni, əslində uşaqlar atanındır gedir. Ona görə atanın soyadını götürürlər. Nisbət edirlər özlərini ataya, atanın əslinə. Amma qadın isə, uşaqlar qadının yanında qala bilərlər. Əgər anaya ehtiyac müddəti varsa, məsələn, balacadırlar, körpədirlər, o müddətdə qalır. Böyüyəndə sonra özü necə istəyir, elə də edər. Aydındır. Bəli. Bu qədər. Sonda isə bu boşanmaların artmağı ilə bağlı, istər ibadət əhli arasında, istərsə belə, gənc ailələrə, yaxud da bir müddət keçən ailələrə nə nəsiyyət eləyərdiniz ki, ailələri möhkəm saxlamağı ilə bağlı? Nəsiyyət eləyirəm ki, bilirsiniz, bir-birinizə hörmət eləyin, çalışın ailəni qoruyun, valideynlər müdaxilə eləməsinlər, lazım deyil valideynlərə demək, əsasən qız məsələn nə oldu, zəng eləyir, anasına başlayır hər şey danışmağa, bir-birlərini hörmət eləsinlər, bir-birlərini haqqını bilsinlər, bir-birlərini yerlərini bilsinlər, bir-birlərinə səhv olanda keçsə bilsinlər, bir-birlərinə kömək olsunlar. Belə olsa, təbii ki, Allahın izni ilə mehribançılıq olar. Allah razı olsun. Allah razı olsun. Salam aleyküm. Aleyküm salam.